Yemişan bir çoxlarının ürək üçün ən faydalı bitkiyə kimi tanıdığı təbii vasitədir. Amma çox az adam bilir ki, bu bitkinin bəzi hallarda ciddi zərərləri də var. Aşağıda yemişanın 12 təhlükəli təsirini sadalamışıq, bəzilərinə təəccüblənəcəksiniz. Xəbərdarlıq. Bu video təhsil məqsədləri üçündür və tibbi məsləhəti və ya müalicəni əvəz etmir. 1. Aşağı təzyiqi daha da salır. Təzyiqi normadan aşağı olan insanlar üçün yemişan başgicəllənmə, halsızlıq və bayılma riski yaradır. 2. Ürək dərmanları ilə ziddiyyət yaradır. Yemişan ürək fəaliyyətinə təsir göstərir, ona görə ürək dərmanları ilə birlikdə qəbul etmək təhlükəlidir. 3. Qaraciyəri yükləyir. Uzun müddət və çox miqdarda istifadə qaraciyər fəaliyyətini zəiflədir, bədəndə toksinlərin toplanmasına səbəb olur. 4. Həzm sistemini pozur. Yemişan turşuluğu artırır və mədə yanması, qaz və şişkinlik problemi yarada bilər. 5. Hamilə və süd verən qadınlara olmaz. Onun tərkibindəki aktiv maddələr uşağın inkişafına və süd keyfiyyətinə təsir göstərə bilər. 6. Dərman kimi qəbul ediləndə dozaya diqqət vacibdir. Yemişanı çox hissəm, tez sağalaram düşüncəsi ilə qəbul etmək zəhərlənməyə və təzyiq düşməsinə səbəb ola bilər. 7. Yuxululuq və diqqət azalması yaradır. Sinir sistemini sakitləşdirdiyi üçün bəzi insanlarda yorğunluq və konsentrasiya etkisi müşahidə olunur. 8. Qan şəkərini aşağı sala bilər. Yemişan diabet xəstələrində qan şəkərinin normadan aşağı düşməsinə səbəb ola bilər. 9. Allergik reaksiya yarada bilər. Bəzi insanlarda yemişan qaşıntı, səpki, boğazda qıcıqlanma ilə özünü göstərə bilər. 10. Uşaqlar üçün uyğun deyil. Uşaqların orqanizmi zəif olduğundan yemişanın təsiri böyüklərdən daha güclü ola bilər. 11. Alkoqolla birlikdə qəbul təhlükəlidir. Yemişanla spirtli içki birlikdə qəbul edildikdə ürək ritm pozğunluğu və təzyiqin kəskin enməsi riski yaranır. 12. Böyrəklərə yük salır. Uzun müddətli və davamlı istifadə böyrəklərdə duz yığılmasına səbəb ola bilər. Nəticə. Yemişan faydalı bitkidir, amma düzgün və ölçülü şəkildə istifadə olunmadıqda sağlamlığa ciddi zərər verə bilər. Hər hansı xəstəliyiniz varsa, həkimlə məsləhətləşmədən istifadə etməyin. Dinlədiyiniz üçün çox sağ olun, videonu bəyənin. Və daha çox sağlamlıq videoları üçün abunə olmağı unutmayın. Sizlərə can sağlığı, zənginlik və xoşbəxtlik arzulayıram.